Yeterince Ağdaş'ın adına layık temsil edən Arzular grubu bugün sizlerin görüşüne gelipti. Ben Orxan müəllim size teşekkür ederim. Kenan kardeşim var olun. Yaxşı ki varsınız. Hara getmişsiniz. Harda olsanız da bu Ağdaş'ın adına həmişə yüksək səviyyədə teşekkürler getirmişsiniz. Size oğullar arzulayıram. Elimizden obamızdan əksik olmayasınız. Ve bugün Ofelia Şadlık Sarayı. Bu şahane Şadlık Sarayı'nda bir şahane adında hanımımız var. Qəbələdən gəlsə də, amma ürəyi, qəlbi həmişə Ağdaşların toyları ilə döyünən bu şahane hanım. Xoş gəlmişsiniz, safa gəlmişsiniz. Sizi də salamlayırıq. Və əziz dostlar, dəyərli qonaqlar, hörmətli Ağdaşlılar, yəqin ki televiziya ekranlarından da tez-tez görürsünüz. Bizim çox dəyərli bir müğənnimiz, qonağımızdır. Goranboydan gəlib Məhəmməd müəllim. Məhəmməd müəllim, sizi də salamlayırıq. Qardaşım, xoş gəlmişsən. Allah sizi var eləsin. İnanıram ki, səsinizlə, avazınızla bugün bu toyumuzu yadda qalan məclislərə çevirəcəksiniz. Bəli, Allah can sağlığı versin. Və təbii ki, Ofelia Şadlıq Sarayının rəhbəri Kamran müəllimə xüsusi təşəkkür edirik. Bu gözəlliyi yarattığına görə. Və operatorlarımıza, Kəyyam qardaşım başda olmaqla, mən Nizat sənə təşəkkür edirəm, Sadi sənə təşəkkür edirəm. Bu kameranız indən belə o ağrılı acıları heç vaxt yaddaşlara köçürməsin. Həmişə elimizin, obamızın belə gözəl günlərini tarixlərə yazasınız. Və Famil Ağdaşdır. Sosial şəbəkənin mahir, mən deyədim, əməkdaşı. Eşq olsun sizə. İndi isə Məhəmməd müəllim, sizə söz verək. İnşallah o məlahətli səsinizlə qonaqlarımıza bir xoş gəlmişsən eləyək və onların hər birinə həyatda ən şirin neymət olan, heç bir varla, dövlətlə, sərvətlə, malla, pulla, mülklə alınmayan can sağlığı arzulayaq. Allah hamıza can sağlığı versin. Eşq olsun bu elə, bu cəmaata. Mən də öz adımla təbrik edirəm müəllim. Çox sağ olun, var olun. Allah xoşbəxt eləsin, Allah mübarək eləsin. Bəyimiz, gəlimiz xoşbəxt olsun inşallah. Xeyirli uğurlu olsun.